30 Days of Challenge 16-cı gündən hər kəsə salam. Çoxdan da video paylaşmırdım. Necəsiz? Deməli bu videonu mən əslində 16 iyun çəkmişəm. Videolarımız da bu arada fərqli günlərdən davam edəcək. Fəvvarənin yanında dayanmışam. İndi durub yürüyüşümü edirəm. Və həqiqətən də dediyim kimi yürüyüşümü etdim. 12555 addım atdım. Formula 1 müsahibəyə dəvət etdiyinə görə müsahibədə də iştirak etdim. Burada isə artıq metrodayam, evə qayıdıram, gedirəm evə Koreya dilinin hazırlaşmağa. Evə gəldikdən sonra bəzi cümlələri Azərbaycan dilində yazıb, onları Koreya dilinə tərcümə eləməyə çalışdım. Bəzi səhvlərim olur, bu arada səhvlərimi bacım yoxlayır. O da artıq Koreya dilini müəyyən bir səviyyədə bildiyinə görə mənə Koreya dilini öyrənməyimə həqiqətən kömək olur. Bu arada videolarımda fərqinə varırsınızsa biraz dəyişikliklər var. Bəzi, məsəl üçün, hobbilərimə ayırdığım vaxt artıq daha çox Koreya dilinə ayırıram o vaxtı. Çünki artıq Koreya dili topik imtahanına hazırlaşıram. Daha ciddi, daha belə tam Koreya dilinə hazırlaşmalı olduğuma görə kitab oxuma hobbim və yaxud çibi çəkmə hobbimə biraz ara verirəm. Ona görə bundan sonraki videolarda da inşallah görəcəksiniz ki, demək olar ki, ancaq Koreya dilinə hazırlaşacağam və imtahanı da vloqlayacağam inşallah. Bu hazırlaşma prosesini də vloqlayacağam. Daha necə rahat hazırlaşa bilərik topik imtahanına və yaxud imtahan verəndə fərqli belə məşğuliyyətlərimizə biraz bir anlıq da olsa ara verməliyik. Şəxsən mən kitab oxuyanda və yaxud çibi çəkəndə həqiqətən çox maraqlı videolar alınırdı. Amma əminəm ki, Koreya dilində də yenə maraqlı videolar alınacaq. Sizə maraqlı cümlələri necə tərcümə edə bilərik, ümumiyyətlə qrammatik qaydaları necə fikir verərik, bununla bağlı da videolar çəkəcəm. Vloqumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Videonu bəyənməyi, səhifəni izləməyi unutmayın. Növbəti günlərdə görüşənədək. Sağ olun.